Vətəndaş Həmrəyliyi Partiyasının sədri sabiq deputat Sabir Rüstəmxanlı Ankarada cərrahi əməliyyat keçirib. Bu barədə o, sosial şəbəkə hesabında məlumat verib. Sabir Rüstəmxanlı diqqətə çatdırıb ki, səhhətində yaranmış narahatlıqla əlaqədar Ankarada fəaliyyət göstərən tanınmış uroloji klinikalardan birinə müraciət edib. Onu köhnə dostu, məşhur uroloq, robotik cərrahiyyə üzrə mütəxəssis Lütfi Tunç əməliyyat edib. Partiya sədri bildirib ki, iyunun 25-də Ankara Acıbadəm xəstəxanasında Lütfi Tunçun müəllifi olduğu Omega Tunç texnikası ilə əməliyyat olunub və 2 gün sonra iyunun 27-sində evə buraxılıb. Əməkdar artist Zakir Əliyev Xəzər axşamı verilişində qonaq olub. Sənətçi hazırda müğənnilərin sayının çox olmasından gileylənib. Bizim yaş dövrümüzün insanları, cavanları qınayırlar ki, indi məşhurlaşmaq asandır. Instagramda nəsə paylaşırlar, tanınırlar, amma deyim ki, onlar üçün də çətindir. Çünki axın çoxdur, tamaşaçı da başını itirib. Demək olar ki, hər ailədən müğənni çıxır. Hər nəslin öz oxuyanı var, istedadlı xalqıq. Allah bizi böyük yaradıb. Əhalimizin 1/3-də səs var. Bu o deməkdir ki, hamı mahnı oxumalıdır. Səs var oxumaq üçündür, səs də var qatıq satmaq üçün.